Bir daha salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Yəni görürsünüz dəniz qırağındayam, amma bu dəfə tam fərqli bir məkandayam. Hal-hazırda, yəni mənim olduğum yer Nabrandır. Yəni mən Nabranda da gəlmişəm, bir məsələ, gözəl məsələlərdən birini çəkib sizə təqdim edim əziz tamaşaçılar. Yəni birincisi Nabranda hər kəs gəlir istirahət edir, amma mən Nabrana istirahətə yox, mən Nabrana bir gözəl deyimlərdən, məsələlərdən birini çəkib sizə təqdim eləməyə gəlmişəm. Diqqət! Belə bir məsələ var. Deyirlər ki, çörək yapıldı, yeyən tapıldı. Yəni çörək yapılmasa yeyən tapılmaz. Yəni özünüz də görürsünüz, çörək yapıldı, yeyən tapıldı deyilir. Və gəlmişəm Nabranda da indi yəqin ki, çoxdur. Yəni çörək bişirilən yerlər, yəni yapıldı deyəndə təndir nəzərdə tutulur. Çünki təndirdə çörək yapırlar. İndi mənə nə lazım olacaq? Təndir lazım olacaq. Çörək yapan insanlar lazım olacaq və çörəyi yapmaq lazım olacaq. Ondan sonra görə çörək yapılandan sonra yeyən tapılır, yoxsa tapılmır. Elə isə diqqətiniz bizdə olsun. Biz Nabranda gəlmişik, bu məsələ çəkib sizə təqdim eləyək. Diqqətiniz bizdə olsun. Yəni, əziz tamaşaçılar, yəni bu yolun kənarında çörək pişirənlər həddindən artıq çoxdur. Yəni təndirdə çörək pişirirlər, çörək yapırlar. Necə deyərlər, çörək yapıldı, yeyən tapıldı. Bax, burada da biz hal-hazırda görürük bir çörək pişirilən yeri, yəni təndirdir bura. Biri oraya yaxınlaşaq, biri əvvəlcə bir xahiş eləyək və yaxud da ki, bir çörək yapılsın orada. Görək sonra yeyəni tapılır, yoxsa tapılmır. Bizə bax, bu lazımdır. Vəziyyətiniz? Şükür Allah'a. Yaxşı olasın. Adınız necə oldu? Aslan. Aslan dayı, hə, aslan kimidir maşallah Aslan dayımız. Aslan da burada çörəyi siz yapırsınız, yoxsa? Mən. Siz özünüz yapırsınız çörəyi. Lap yaxşı. Aslında sizə bir dənə sual vermək istəyirəm əvvəlcədən. Görüm, yəni siz onu eşitmisiniz yoxsa yox. Deyirlər ki, çörək yapıldı, yeyən tapıldı. Eşitmisiniz o məsələni? Bəli. O nəyə görə deyirlər? Nə bilim, yaxşı çörək pişirəndə yemək də tapılır. Çörəyi deyir, yaxşı bir şeydir, yeyən də tapılır. Bibi, siz necəsiniz? Yaxşı. Adınız necə oldu? Sərfinaz. Sərfinaz bibi, hə, maşallah. İndi belə deyəm, onda biri kündəliyir, biri gəl bu yana, lanet olur, gəl bu yana. Biri kündəliyir, Aslan dayı da yapır çörəyi. Bəli. Aslan dayı nə qədər vaxtdır bu işlə məşğulsunuz? 14 il. 14 ildir. İndi çörək yaparsınız, yoxsa burada bişmiş çörəklərdir, hə? Bu Aslan dayı, sənin bunlar hamısı əlindən çıxan, ay maşallah. Gəl çək Ruslan, gəl çək, bax. Təndir çörəyi, ləzzətli. İndi bunları hələ yeyən tapılmayıb, hə, yoxsa? Tapılır, bunlar müştərilər var. Var müştərilər. Gəlib aparırlar. İndi növbətilərini yapırsınız. Ha, növbət. Yaxşı, bərəkətli olsun. Biz başlayaq işimizə bir. İndi daha az verir. Yox, az. Necə vurduğun arxa hazırdır, Aslan. Özü qopub düşəcək. Yox, qabaq ki qızardı, balans versən. Arxadan qabağın istili elə olmalı ki, eyni bir vaxtda qızarsın. Hə, yəni arxa tərəfi ilə ön tərəfi. Onlara qabaq bişsin, arxa soyuq olsun, yapışacaq. Arxa isti olsa, qabaq gecmişsə, onda ucu yanacaq çörək, körlanır. Onu görə ehtiyatla pişmalısın, düvəri çalsan da balansa getir. Hadi artıq örgənəndən sonra bilənlər bilirsən nə var, nə yox. Yəni hara bişdi, bişmədi bilmək olur. İndi bişib, hə? Bax, arxa da qırmızı, qabaq da. Hazırdır çörək. İkisi də bişdi, arxada qabaq. Arxada qabaq. Bərəkətli olsun. İndi onu bura qoyuruq aslında. Sən demişkən, Aha. çörək hazır müştərisinə. Çörək yapıldı, yeyən tapıldı. Amma çörək yapılıb, amma aslında hələ yeyən tapılmayıb. Hə, hələ yeyən tapılmayıb. Ona görə yəni hal-hazırda heç nə deyə bilmərəm, amma gözləyirik ki, o yeyən də tapılsın. Hələ ki çörəyi yapmağa davam eləyir Aslan dayı. Az yapırsınız şey, yəni isti olsun gələn müştəri üçün. Gələn bir təndirin içinə ver. Ona gəl. İndi onu da çıxarır. Yəni bu aslında deməli tam bişib də. Pişdi, üzə dayanmır. Pişən kimi düşür təbii. Yer tutarsan. Sonra bərəkətli olsun, əla. Sizə lazımdır ki, hə, müştəri gəlsin indi, yəni yiyəni tapılsın.
Yiyəni tapılsın. Hə, gözləyirik də, gözləyirik. Bax belə tamaşaçılar özünüz görürsünüz ki, çörək yapıldı. Amma yeyən hələ tapılmayıb. Yəni biz gözləyirik ki, yeyən də tapılsın və görək sonda nə olur. Nəyə görə deyirlər çörək yapıldı, yeyən tapıldı. Salam aleyküm qardaş. Necəsiz? Sağ olun, sağ olun. Necəsiz? Şükür Allah. Adınız necə oldu? Adım Vüqar'dır. Vüqar, lab yaxşı. Vüqar nəyə gəlmisiniz bura? Çörək yeməyə. Ooo! Atan da yeyən tapmışam, gəl bura. Neçədir çörək? 60 qəpik. Neçə dənə? Bir dənə. Bir dənə. Aslında bir dənə zəhmət olmasa. Bu qardaş da çəkin yeyəni tapmışıq biz. Bu dəqiqə ən sonuncu, yəni bax bu təndirdən çıxdı, istidir. Yəni niyə yanır ki? İstidir. İstidir də, isti, ləzzətlidir. 40 qəpik verməliyik də sənə, hə? Ömrümüz istəyir. Allah. Bəlkə qırağından biraz kəsib yeyəsən. Problem yoxdur. Gəl sən də kəs də. Mən də kəsim də. Ay Allah. Ləzzətli də. Qəşəng. Əlin qolun var olsun. Sağ ol qardaş. Allah sənin də canını sağ olsun. Sağ ol, sağ ol, sağ ol. Aslında gördün, təndirdən çıxan kimi yeyən tapıldı. Tapıldı. Yiyəcəm, mən də yiyəcəm, mən də yiyəcəm. Hələ bir şirək. Aslında bax biz bu məsələ çəkirdik ki, deyirlər ki, çörək yapıldı, yeyən tapıldı. Bax özünüz də gördünüz ki, bax siz çörək yapdınız, yeyən də gəldi, yedi. Yəni yeyən tapıldı. Onu bax indi biz sizin fikrinizə bax nəyə görə bunu deyiblər? Nədir bax bu məsələnin kökündə nədir yanır? Çöreği pişirirlər yeməyə, yeyən də tapılır. Çok. Bəs onda aslında bu yapılmasa yeyən də tapılmaz da. Gələ birinci növbədə yapılmalıdır ki, yeyən də tapılsın. Bax belə aslında sizə təşəkkür edirəm. Aha, əziyyət çəkirsiniz burada. Allah sizdən razı olsun. Bibi sağ ol, var ol. Gəl düş aşağıya, gəl. Hə. Vəziyyət necədir? Canın başın, keyfini alın. Gürcistan havasını burada hiss elədim. Hiss elədim burada. Vəziyyət necədir? Gəl bura görüm bir dənə. Gəl bura görüm. Bir dənə sual verəcəm sənə. Deyirlər çörək yapıldı, yeyən tapıldı. Eşitmisən onu? Eşitmişəm. Nəyə görə deyirlər onu? Yəni çörəyi pişirirlər ki, gəlib alsın. Bəs sən niyə almırsan ki? Alaq da, nə problem. Oldu 60 qəpikdir bir dənəsi. Sağ ol hə. Nə qədər pulun var cibində? Nə qədər ödəmiş? Hə, bəs sənə məsəl odur ki, bir çörəyə almağa pul var. Bibi, 40 qəpik də ver bir dənə buna zəhmət olmasa qardaşa. Hə, heç şey olmaz. Bunu götür, bu əvvəlcə bunu götürürsən. Bir dənə də ki, bax. İsti. Allah kömək. Yeyən biri də tapıldı, Hasan da. Yer mənim oğlumu da göstər. Göstərək də. Neçə yaş var Muradın? 11 yaşı var. Murad necəsən? Ay ya, dedi yaxşıyam. Yaxşısan. Ha, yeməli deyil. Uşağı marojnadan Çörək aldı. aldım da, Çörək aldın, yeyər inşallah. Allah saxlasın. Oldu, görüşər inşallah özünüzdən müğayət olun. Bax belə, aslında bir də təşəkkür edirəm sizə. Yəni çörək yapılandan sonra özünüz də gördünüz ki, hələ 2 dənə. Yəni yeyənin tapıldı. Yəni bax belə tamaşaçılar, yəni bu məsələ doğrudan düz məsələdir. Çörək yapıldı, yeyən tapıldı. Yəni çörək ilk növbədə yapılmalıdır ki, onu kimsə gəlib alsın, yesin. Yəni ümumilikdə hər hansısa bir işin görülməsi üçün, əvvəlcə məsəl üçün belə deyək, bir tutaq ki, kimsə dolma yemək istəyirsə, mən məsəl çəkirəm, əvvəlcə dolma bişməlidir. Yəni hər bir iş əvvəlcə hazır olmalıdır, ondan sonra o iş haqqında danışmaq olar. Bax belə bu məsələdə düz məsələdə Aslan dayı ilə gəldik bunu Nabranda çəkdiksə təqdim elədik ki, doğrudan da çörək yapılır, yeyən tapılır. Bu günlük bu qədər növbəti verişlərimizi mütləq izləyin, bir-birindən maraqlı məsələləri çəkib sizə təqdim eləyəcəyik. Hələlik. Salam, hər vaxtınız xeyir olsun bir daha əziz tamaşaçılar. Yenə də gəlmişik Qazaxdayıq. Qazaxın yuxarı Salahlı kəndindəyik. Burada sizə çəkib edəcəyimiz məsələlər bir-birindən gözəl məsələlərdir. Sadəcə olaraq bu günlərim nəyi çəkmək istəyirik, nəyi dəqiqləşdirmək istəyirik. Belə bir deyim var, deyirlər ki... Qoy əvvəz ağzını silib. Kabab qanlı, igid canlı. İndi kababı qanlı təsəvvür eləmək olar, bəs bu igidliyi nə ilə ölçək? İndi əvvəllər qədimdə igidliyi hər hansısa bir iş görürdülər, nə edirdilər, ad qazanırdılar. Amma indi igidliyi biz tam başqa tərzdə istəyiriksə çəkib təqdim eləyək. Gördüyünüz bax, məndən öncə gedən maşınlarda olan insanlar bu günlərim bizə bu məsələ çəkib sizə təqdim etməkdə köməklik göstərirlər. Bunun üçün bizə nə lazımdır? Bunun üçün kababı çəkmək üçün ət lazımdır. Ət burada varımdır. Yəni ki, ət hal-hazırda görürsünüz ki, var. Yəni
Bunu əti kabab eləyəcəyik, yəni biraz qanlı eləyəcəyik bunu, yəni tam bişirməyəcəyik. Ondan sonra icidi tapmaq lazımdır. Deyirlər, icidin də biri burada hal-hazırda Kür çayının qırağındadır. Deyirlər, səhv eləmirəmsə mal növbəsindədir bu gün. Gedir indi o icidi tapaq, görək o nə icidlik göstərəcək və sonda görək nəyə görə deyirlər ki, kabab qanlı, icid canlı. Diqqətiniz bizdə olsun. Bax belə tamaşaçılar, özünüz görürsünüz ki, gəldik burada Kürün Qazax rayonunun ərazisindən keçən hissəsindəyik hal-hazırda. Deyilənlərə görə bax o qardaş atın belindədir hal-hazırda. Yəni bizim icidimiz, bizim bu gün axtardığımız pəhlivanımız, icidimiz bax o qardaşdır. Bir onu səsləyək gəlsin bura. Adı nədir onu? Rüfət? Oy Rüfət! Ay gəl bu yana! Nə ləzzətli ya ama Ruslan, Kürün qırağı, bir bura baxayım. Bir deli şeytandır, bir çal tullan burası ya. Ha yaxşı, gözləyirəm. Deyir, bir malları o yan tərəfə atladım. Kürü keçəcəklər bu mallar. Ruslan, mallar keçilir, bəlkə biz də keçilir. Gəl, mən də kömək eləyim. Давай, girin suya. Gir suya. Ne bak sen üzüme, gir suya. Hıt, hıt, gir suya. Gir suya. Girin suya. Hıt. Hıt. Suya. Hıt. Mustafa sen de oradan koyma. Baba girdiler, bak gördün. Hıt. Hıt. Ulan girdi bile kaldı ulan. Beş ayda timmirsiz. Girin görün. Ay salam aleyküm. Kardeş sana da kömək də elədim ha. Vəziyyət necədir? Yaxşı olur, əlimi sıxma. Adın Rüfət oldu. Bəli. Lab yaxşı. Rüfət bu atdan nə vaxt düşərsən? Hə, bu yaxşı. Gözləyirik. Uş. Hə, axır ki biz öz qardaşla tapdıq. Özünüz də görürsünüz ki, məndən biraz zəifdir amma belə, bax, bilməm, nəysə də, nəysə. Görsən, elə yavaş yağış yağır ki, Ruslan. Görürsünüz ki, tamaşaçı hal-hazırda inəklər keçirlər Kürün o biri tərəfinə. Məni çəkmə, inəkləri çək. At da dişləyir, ləzzət eləyir. At deyir ki, bir tez səsində mən suda soyuqdan öldüm. Bax, belə tamaşaçılar, özünüz gördünüz ki, indi hal-hazırda inəklər çəkdilər o biri tərəfə. İndi biz gözləyirik Rüfət qardaşımız gəlsin, biraz igidlik eləsin, biraz öz igidliyini göstərsin, görək. Nəyə görə deyirlər ki, kabab qanlı, icid canlı? Nə olur görək, gəlin. Bax, gördüyünüz o insanlar da bizə bu məsələ çəkib təqdim eləməkdə sizə təqdim eləməkdə bizə kömək eləyən insanlardır. O, dilim burxulmuşdu, az qalsın Ruslan. Bir də salam aleyküm. Necəsiz? Çoxun ziyanı yoxdur, az olmasın. Adın nədir? Talih. Necə? Talih. Aysa, biraz möhkəmdir də. Talih neçə yaşın var? 17. Nə işlə məşğulsan? Güləşçiyim. Güləşçisən, mənə yıxa bilərsən. Mən gülməli də eləmir, sual verirəm ki, mənə yıxa bilərsən. Problem deyil, güləşə bilərik. Problem deyil, yaxşı, birazdan o da yoxdur. Mən deyəsən elə bir ki, uşaqlıq elədim ha. Bu yaşımda uşaqlıq elədim. Hansı kənddən sən? Dəmirçilər. Dəmirçilər kəndindən. Müəllimin kimdir? Məzar Kərim. Məzar Şərim oldu, yəni güləş müəllimi. Hə. Lap yaxşı, şad oldum. Sən adın nədir? Alik. Alik sənin neçə yaşın var? 17. Nə işlə məşğulsan? Güləşlə var. Güləşlə mənim qabağımda düz deyənə qədər gülə. Sən müəllimin kimdir? Kərim Məzar. İkiniz də müəllimə eynidir də. Yəni rezultat var sizdə, yəni nəticə.
Rayonda, Respublikada. Respublikada neçənci yer? 3-cü. 3. Bab yaxşı. İnşallah sizə uğurlar arzulayıram. Qardaşımız da gəlir. Gəl qardaş, biz bayaqda səndən ötürü gör haralara gəlib çıxmışıq. Sən də atdan düşmürsən gələndən. Hə. Ya Allah. Yorulmusan deyəsən. Bir də görüşək, çoxun ziyan yoxdur, az olmasın. Rüfət. İşte. Yorulmusan da Rüfət. Sən biraz gözləyək, sonra başlayaq. Problem yoxdur. İndi də davam edə bilərik. Deyirlər ki, kabab qanlı igid canlı eşitmisən. Bəli. Nəyə görə deyirlər? Kabab qanlı olanda ciddi də canlı olur da. Maşallah. Sən deyəsən qanlı gibisen həmişə. Bəli. Ya bu igidliyi nə ilə göstərmək mümkündür? Nə ilə göstərmək olar? Ciddi iş güclə, Güclə göstərmək olar. ürəkliklə. Ürəkliklə. Bax bu ikisindən hansı yıxar? İkisi də deyir ki, güləşçiyəm. Kimi? Yox, öz bir-birləri ilə güləşdələr. Namı baxır özlərinin gücünə. Özlərinin gücünə. Mümkündür elə bir şey. Ya hər hansı bir fən göstərə bilərsiniz. Elə belə başlayın görüm. Ay canavarlar, çürün qırağında. Müəllimizin adı nə idi? Məzahir. Məzahir mənim, diqqətlə bax bu uşaqları bir nəticə götürərsən özün. Buyur. Oo, qaldırıcı. Elə göyə qaldırdın və sən xalın gəldi və salam. Xal qazandılar, söhbət öldü. Oh, qaldırdı. Onun bir dənə bunu belə saxla. Bunu belə qaldırmağa məsəl tut. İndi mən də xal qazandım. Yox, döşəyə vuranda da, yerə vuranda. Bəs siz niyə yerə vurmursunuz ki? Lazımdır, lazımdır. Lazımdır vuraq nədir? Mənə mütləq lazımdır, hə? Görüm, amma hansımız bazarsız onu vurun. Yalandan birinci mən, ikinci sən yox, ha? Hansımız bazarsız o? Hə? Ha, indi qırğın gedir. Bayaqdan bu yalandan birinci o qaldırır, sonra bu qaldırır, hə? İndi görək. Hansımız bazarsız qaldır vur. Qəşəng! İndi nə oldu? Xal qazandın? Neçə xal? 4 xal. 4 xal. O adı nədir o xalın? Tofantdır da. Vəzəri. Çevirirsən kürəsi. Kürək söz çevirdin 4 xal. Çevir. Qardaş, Rüfət, səndən bir söz soruşacağam. İgidlikdir ümumiyyətlə güləşmək. Bəli. İgidlikdir. Bu atı hara bağlayasan? Burada da biz bax, kömür də qoyublar sağ olsunlar. Biz burada hə, atı bağla gəl, indi səni də bir igidliyi yoxlayacaq. Amma sənə lazım olan alətlər məndədir. Bax belə tamaşaçılar, indi birazdan yenə də sağ olun, təşəkkür edirəm sizə, amma hələ buradayıq da. Bir igidliyi dəqiqləşdirək, amma igidlikdən əlavə biz görək. Kabab, qanlı, igid, canlı nə deməkdir? Diqqətiniz bizdə olsun, əziz tamaşaçılar. Gözləyirik Rüfət qarba, qaçdı Rüfət, atla getdi. Atı bağlasın, gəlsin, sonra söhbətimizi davam edək. Bax belə əziz tamaşaçılar, özünüz də görürsünüz ki, bax hal-hazırda biz kababları qoymuşuq, daha doğrusu əti qoymuşuq közün üstünə ki, bişsin, amma bu qanlı olmalıdır. Rüfət qardaş, bir dəqiqə zəhmət olmasa yaxınlaşardın. Demək Rüfət, belə bir iş görəcək, Ruslan. Biraz oyan. Bu igidliyə qalanda qardaş, bir zəhmət olmasa bunu götür, mənim gücüm çatmır bunlara. Oh, bu qırsin də zəhmət olmasa. Əla, ağır olmadı ki. İndi bax burada kürün qırağında, bax elə bura gəlirik, bax bura. Kababımız orada pişir, yəni ki kabab qanlı olsun. Uşaqlar siz də gəlin bura. Siz də inşallah gələcəyimizsiniz bizim. Ağır deyil ki belə. Yəni bunu qaldırmaq, bu neçə kilodur təxminən üstündə yazılıb. 32 kilo, oh dədəm bu. Aha, onu göyə necə qaldırmaq olur? Oh. Yəni çətin deyil ki. Yox. Belə bir şey yoxu bir səhər dedim. Yox. Ne onu mən qaldıra bilərəm. Üstümə, bir də qaldıramam. Bırak. Gözə. Çəkil qırağa. Ya onu necə qaldırdın sən? Ümumiyyətlə, belə deyək də, bunları qaldıran insanlara başa düşürəm, pəhlivan deyirlər, pəhlivanı bildim. Bəs o igidlikdən söhbət gedirsə, yəni bunlar da igidlikdəndir.
Yəqin ki elə olardı. Yəqin ki elə olar. Bir zəhmət olmasa bunu bir dənə qaldıraq. Bizim tamaşaçılarımız da görsün ki, doğrudan da hal-hazırda yanımızda bir igid pəhlivanımız var. Bizim Ruslan Çəş qardaşı. Kürün qırağında. Kim qaldırmalıdır? Qazaxlı pəhləvanların hamısı qaldırmalı. Çəkin görüm. Ha. Gördün, kaldırdı. Necə? Yəni sən fokusuyorsan yoxsa belə bir fokusuyorsan, bəlkə belə eləyəsən, belə. Elə asandır deyir ki, bəlkə belə eləyəsən. Kababımız hazır olur. Bir şey qalmayıb. Qoy bax belə bir yansın, nə olur olsun, amma bizim kababımız qanlı olsun. Əsas o da canına isti dəydi kababın. Hə? Gəl hərəviz bir dənə götür. Ah, qanlıdır. Sənətkar. Aha. Oh, isti deyil o. İsti deyil. Oh. Necədir? Ama düşmüyor bana. Qanlı. Gel sonra baba. İcit canlı, buna değil. Bak icit canlı. Elim yandı. Ay, ha. Onu da duzuna qədər çox eləyirsiniz. Elə bir duz tökməmiş ya o da. Gördün, deyir duz yadımızdan çıxıb gətirməmişik bax. Bax əziz tamaşaçılar, görürsünüz ki, bax igid canlı, yəni ki, hər bir işlə məşğul olur bu adam. Bu nə edir? Yəni görürsünüz ki, atın üstündə, yəni heç bir problem yoxdur bunun üçün. Atın üstündə dayanır, ora çapır, bura çapır. Yəni bu ağırlıq qaldırır, igidlik edir. Hətta eşitmişəm ki, gör yaxşı güləş bacarırsan sən. Hə, biraz güləş. Yəni məni bir bax gör, gözün alır mənimlə güləşməyə. Hə? Hə, yox, çəkişmə. İcidə bax, kavabı belə yeyərlər. Yox, qan deyil bu sənin. Sən o nətər yedin? Təşmə mənim. Qanlı yemişəmsə, saxla bunu. Ara, bax gedən bax. Qardaş, başıma dönərəm. Vallahi yox. Vəziyyət necədir? Keyfin alır. Salbatçılıqdır. Çoxdandır görmürdüm səni. Ağır hər şey qaydasındadır da. Hansı bir salto vura bilirsiniz? Getdik. Oh! Nə ləzzət elədi? Düppədüz. Sən nə eləyirsən? Gəl, bax, Rusona bax. Gəl. Ay, bəsdir, hara getdi? Maşallah. Bir dənə bayaqçı kimi elə də düz ha, amma bax, düz. Məsəlin mənası odur ki, yəni gərək hər bir işdə ürəkli olasan, hər bir işə can atanda gərək, yəni nədənsə qorxmayasan, çəkinməyəsən, acı deməyəsən ki, bu kebab bu nədə bişməyib, biraz qanlı da, gitsən bunu bir də çək dişvə ye, elədir qardaş. Bax, sizin hər birinizə təşəkkürümüzü bildiririk, sağ olun. Qardaş, siz də sağ olun, təşəkkür edirik hamımıza. Biz hal-hazırda gəlib bu məsələ sizə çəkib təqdim elədiyimiz məsələ haradır? Qazaxın yuxarı Salahlı kəndində gəlib çəkib sizə təqdim elədik və gördüyünüz bax bu insanlar hər biri bizə
köməklik göstərdilər. Təşəkkürümüzü bildiririk. Bu günlük bu qədər. Sağ olun. Gələn verilişlərimizi mütləq izləyin. Bir-birindən maraqlı məsələləri çəkib sizə təqdim edəcəyik. Hələlik. Aslı bir aslı çütür.